Şimdi Ali
Axavzələrin rəhbəri, adı olub əhli dilin əzbəri, Xanlı hərayət çağırar Heydəri, fəth eləyən bəxtə özü Xeybəri, fəth eləyən bəxtə özü Xeybəri. Düşdü ağır müşkülə güya Əli, səslədi Həzrət özü də, ya Əli, ya Əli. Şimdi Əli məxzəni elm o hünər, şəninə taha özü fəxr eyləyər, Həzrət edən bəxtində şəqqul qəmər, düşdü o dəm yadına tənha Əli. Əli, Əli, şeir uzundur, elə gözəl yazıb ağamış, dəryadan qancı vurmaz. Məyər Əlinin fəziləti yazıb yutarmaq olar, yox vallah. Amma həmən Əli istəyirdi tabut eldən xaric olar. Onlar için ataların əlindən verirlər, bilirlər. Atanın cənazəsi evdən xaric olanda çox çətin olur. Xüsusən qız uşağı baxır görür, atanın cənazəsi elə yandırır, elə yandırır. Zeynəb gördü, əlini tabut yerdən xaric olur. Zeynəb-i Kübra yola saldı ata tabutunu, boynu çiynində, gözü yaşlı, dilində vay vay. Durdu tabutun qabaq səmti, qabaqdan acahan, qoydular tabutu yer üstə, o dəm dildənə vay. Gətirdilər əlini tabutun cənazəsini, istəyirlər dəfn eləyənə, çox yormaq fikrim yoxdur səni. İstəyirəm bu mənzərəni bir gözünün qabağına gətirəsən. Əlidir də Əli, Əlini dəfn eləmək istəyirlər. Həzrətin ruhu Nəbi qazmışdı qəbri cuya, istədiyim bağıbanın gülləri qəbrə qoyur. Allahu Ekber. Sözə bax, istədiyim bağıbanın gülləri qəbrə qoyur. Həsənlə Hüseyin istəyirlər atanın cənazəsini qoyarlar qəbrə. Tabutun içindən çıxardılar kəfənlər. İstədiyim bağıbanın gülləri qəbrə qoyar. Neylədilər, istədilər qəbrə qoyarlar, amma bilmirəm nə fikirləşdilər, birdən cənazəni qoydular yerə. Əlləri gəldir, əlinin üçün torpağa qoyarlar. Gördülər əvvəl imam Həsən ağa kəfənin bəndini aşırı, dizlərin qoydu yerə. Əyildi üzün qoydu atanın cəmalına, lay lay atam, lay lay. Vay məzun astılar gül tek solan rüfsarına, vay üz-üzə qoydu ateyla iki dilbər. İmam Zeynəbə də gəldi bir tərəfdə, qol boylu oldular iki qardaş. Vay yetimlər adası dünyada
gecə üçüncü əhyan Qədir gecəsi olmam ehtimalı böyük olan gecədir. Amma bu gecələr əli dünyada köçüb deyirlər 400 aylı az yatır bu gecələr. Yetimlər az yatırlar. İndi bilirlər ki hər gecə yemək gətirən kim olur. İndi bilirlər ki hər gecə çörək verən kim. Vay məzlum əli. Yana yana denən ya Əli. Üz-üzə qoymayak şeylə İki dilbən biraz Ateş etdik sönmədi bu ayrılıqdan mütləqa. İmam Həsən nəşin əyildi basacam təşvarı. Həm uzaqlaşdı o nəşidə qərib kəfəra. İmam Hüseyin də uzaqladı. Bilmirəm nəzir qoydular qəbrə. Nəzir torpaq düşdülər əlinin üstünə. Amma aşıqlar bu dəfn, bu atanı dəfn eləmək yadıma bir dəfn saldılar. O hansı dəfn idi? O dəfn Kərbəla deyildi. İmam Səccad'a gəldi gördü bir başsız cənazə qalır. Vay ah neyledi, elini kefene düşmüştüler ama İmam Hüseyin'e kefende tapırlar. Bir kilime bir vesile düştüler cenazeni. Ah torpaq olsun başına ya. Ey ki İmam Hüseyin adını koydu qəbrə İmam Səccad. Buyurdu torpaq olsun başına ya. Bu alem sensiz ataya ya. Onlar neyledi? Onlar Əliyasyanın cenazesi götürüp koydu İmamın yüreğin başına. Yana yana denen ya Hüseyin. Bir de ses verdi var. Ya Hüseyin. Ya Hüseyin. Hanım Zeynep, bitirdim rozanı inşallah. Hanım Zeynep selamlar ilham, ata cenazesi yola saldı. Amma aşığa hanım Rügeyye atanı meydana yola saldı. Balaca kız uşağı gördü, aferiydi, qaça gəldi, aşura günləri. Bilmərəm nəyə görəsən, bu ürəyimə doldu ki, bunu oxuyam. Elə özümə neçə gündür bunu zəmzəm edirəm, Allah şahid. Bu gecə ürəyim istədi ki, siz oxuyam. Bəlkə də özləri də məsələn bildik. Xanım Rügeyye gördü, ata gedir meydana. Qaça gəldi Zülcənahın qabağına. Bunu hamınız eşitmişsiniz, amma istəyirəm bir gecə bunu oxuyam. Hara gedirsən ay baba, hara gedirsən ay baba, dalınca ağlayan gəlir, dalınca ağlayan gəlir. Əlinin başının yarasını bağlayan var idi küfür amma gördü gəlmədi başında ya ne var?
40 günlük vətən müharibəsinin Rüqəyyə yaşında bir baba gəldi dayandı o qara mərmərin qabağında dedi yazar mənə söz vermişdir ad günümdə gəlməlidir gəlməli lay 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 atam lay lay indi deyək hara gedirsən ay baba hara gedirsən ay baba dalınca ağlayan gəlir dalınca başında yara var sənin başında yara var sənin yaralı bağlayan gəlir yaralı bağlayan bitirdi bak sənə de bak heç kimə görə atından inməmişdi üçün Allahın görüşünə gedir acayip sənə cavab buna bak amma Rüqəyyə elə ki gördü yapsın cənahın qabağında imam atından indi yerə balanı basır dedi qızım niyə məni belə qazır qabağın belə qazır qabağın müsafirəm gözəl bana mən yol üstə sarıladım ay baba mən özlərə yolumu gözlərim yana yana dönən ya Hüseyin ya Hüseyin başında yaralı bağlayan gönlüm ay baba ay ama o baş yaralı baş kendi Şam'ın xərabəsi bilmirəm ürəyimdə nə hazırla gəlmişəm mən inşallah yəqinim var ki heç kəs bu gecəni boş çəkməyəcək cümə girməsin Qədir gecəsi, Quran nazil olur, əlinin şəhadəti, Allahın verdiyi məkanların ən gözəl, gecələrin ən gözəli canım sizə qızlar ağamızın imamımızın yaralı başını gətirdi Yezid məlum babasına göndərir xanım Zeynəbin dilindən içmdə məhsiyyə başlayır xanım belə baxdı yaralı başına çox istəyirdi bu məkana mehriban yoldaş gəldi Hacı Hüseyin sən ki xanım Zeynəbi ziyarətində çox aldın o Şamın xərabətini çox gördün amma görənə görməyənə nəsib eləsin əyləsin yeri mən qardaşlarım əyləsin istəmir bu bir yana da hamısı bir yana buna bak baxdı yaralı başına dedi çox istəyirdim bacı baxır qardaşın yaralı başına sözün bitən yeri çox istəyirdim bu məkana mehriban yoldaş gəlir qəribə vay qardaş mənə baş çəkməyə vəfalı qardaş gələr amma nə biləydim 7 qardaşdan nişanə bir kəsilmiş baş gələr kesil baş və Zeynəb qurban ya Hüseyin ya Hüseyin ya Hüseyin ya Bülal Hasan gel Kufədə məhşər Cəddün Əliyyəl Mürtəza dinə fədai sal boynuma şan-ı əzam sal boynuma şan-ı əzam öldü
hüccət Allah. Nə günü qaldı? Ya hüccət Allah. Başlarına verək də İmam Zamana. Ya hüccət Allah. Ya hüccət Allah. Bir də. Ya hüccət Allah. Ya Səs ver qurban hamı bir yerdə. Ya hüccət Allah. Ya hüccət Allah. Ya binəl Həsən gəl Kufədən məhşər limanı. Sinəl Zəhra. Cəddü